Baxın, belə bir görüntü bizə lazım deyil. Rəng tonlarını verəndə belə xətt yaratmaq lazım deyil. Bir-birinə qarışmalıdır. Tünd, yumşaqlıq, tünd, yumşaqlıq. Sarı narıncıya, narıncı sarıya qarışmalıdır. Hal-hazırda uşaqlarla biz onu məşq edirik. Qalın, fırçanı qaldırırıq, incə. Qalın, incə. Eləyin, yaxınlaşıb baxacam. Görüm kim mənim dediyim kimi eləyib. Qalın, incə. Qalından incəyə mi doğru gedirsən? Elə baxın. Oldu. Ay, sağ ol. Elə görüm əsnad. Qalın, incə. Budağı elə. Qalın. Qaldır fırçanı. Qaldır, qaldır, qaldır. İncə. Ay, sağ ol. Bax, bax. Mən bunu görmək istəyirəm. Qalın. Fırçanı yuxarı qaldırdın. Bilirsiniz nəyə bənzəyir? Şıtırıq xəttinə bənzəyir. Mən belə, mən bu. Ay, sağ ol. Nərgiz, məşq elə kənarda. Mən bu dağı eləyəm indi. Bax. Belə. Tam düz aparmırsınız. Budaqlar daha çox maili istiqamətdə çıxır. Qalın, incə və yaxud da ki, incə, qalın. Qalın, incə elə görün. Gözlə, qalın, incə elə. Qalın, incə. Ay, sağ ol. Sonra bunun ətrafında xırda budaqlar eləyirsiniz. Ona da çox qalınlıq vermirsiniz. İncə-incə. Ay, sağ ol. Mən bu dağları elədim mən. Çoxlu məşq eləyin. Uğur, Mədinə. Apar, birbaşa. Ay, sağ ol. Qırıq-qırıq eləmək olmaz. Necə ki, karandaşda eləməyə icazə vermirəmsə, həmçinin boyada da eləmək olmaz. Gövdəni qalın götürmə, Uğur. Qalın götürdün. Gövdəni niyə elə qalın götürdün? Yaxşıdır. Aynen. Yaxşıdır. Şıtırıq xəttini çəkməyi kim bacarır? İzah eləmişdim şıtırıq xətti sizə. Səhv etmirəmsə göstərmişəm. Mən eləyəm. Elə baxım. Kim ki şıtırıq xəttini çəkməyi bacarır, o ağacın budaqlarını yaxşı eləməyi biləcək. Şıtırıq xəttin digər xəttdən fərqi var da, düzdür? Qalın, incə olmağına görə digər xəttdən seçilir. Ay, sağ ol. Hə, qalın, incə atılır. Karandaşı qaldırmadan çəkəndə nə olur? Bir xət, tünd xət olur. Amma karandaşı vərəqə vurdun, yuxarı itələyəndə uc hissəsi necə olur? İncə olur. İynə kimi incə olur, düzdür? Bax, digər xəttin o xəttdən fərqi şıtırıq xəttidir. İncə olmağına görə seçilir. O xətti çəkməyi bilən budağı eləməyi yaxşı bacaracaq. Yaxşı. Bax, o qaydada. Sən bilirsən, Əsna? Şıtırıq xətti. Şıtırıq xətti qalın, uc hissəsi incə olur. Onu çoxlu məşq eləsəz evdə, budağı daha yaxşı başa düşəcəksiniz. Bir dənə Mədinə səhv elədi. Ağrı çoxlu məşq eləyərsən Mədinə, yaxşı? Uğur, sən gövdəsini çox qalın elədin, ancaq ki, bu çox problem deyil, çünki qalın gövdəli ağaclar olur. Səndə bəli, səmadi səhv var, bir də ki, ağacın bəzi yerlərində qırıq-qırıq xətlər eləmişsən. Amma qəbul edilir də, bir-iki dəfədə məşq eləsən, daha yaxşı biləcəksən. Evdə bu qaydada çoxlu məşq eləyin, yaxşı? Aşıqları eləyək. Elə. Keç otluğa. Səndə ağacda problem oldu. Sən boş bir vərəq götür, al bunu. Hə, götür. Amma oradakı fırçaların çoxsu quruyub. Hə, yarpaq fırçası götür. Al burada məşq elə. Baxın, mən də onlar götürüm, məndə də bir ağac. Götürün, eləyin. Otu başa düşmüsünüz, bəs? Yaxşıdır. Elə bir də yanından. Qalın. Qaldırırsan fırçanı, incə. Biraz uzat. Bax, bunu yaxşı elədin. Buna nisbətən o normaldır. Onun ətrafında budaqlar elə Mədinə. Uzat budağı, Uğur. Çox xırda eləmə. Uzat, uzat, uzat. Yaxşıdır. Qəşəng elədin. Aralarına biraz tündlük verirsən. Yuxarıya da nə eləmişdik? Ay, sağ ol. Uzaqda görsəndiyinə görə o otlar bizə açıq tonda görünür. Ona görə yuxarı hissənin otu olacaq sarı ilə. Amma ön hissədəkiləri, bax, tünd yaşıl. Onda yoxdur. Tünd yaşılla qatıb eləməlisən. Bununla qata bilərsən, lap tünd olmadığına görə. Bax, bununla. Aralarına biraz tünd yaşılından verə bilərsən. Ağacın üstündən.
Ağac arxa plandadır. Elə ağacı elə uğur budaqlarını ver. Baxım neynədir? Ay sağ ol. Yaxşıdır. Belə. Yuxarını da elə baxım. Mən ağacın üstünə də eləyirəm. Bəli, üstünə verə bilərsən. Çünki ağac arxa plandadır. Bax ana. Bax. Qalın, incə, qalın, incə. Bax. Gövdə ayrılır iki hissəyə. Bir ayrılır sol tərəfə, bir də belə sağ tərəfə ayrılır. Bunu ayırandan sonra içərisini dümdüz belə formasına uyğun rəngləyirsən, tut vərəqi. Sonra isə başlayırsan budaqların yerlərini bu qaydada çəkməyə. Bax, bunu məşq elə. İlk öncə nə edirik? Ayırırıq. Daha sonra üzərində budaqlarını çəkirsən. Mən belə. Yaxşı, al. Burada yer qalmadı. Bir dənə bu vərəqdə təzədən çək. Hə, yaxşıdır. Aşağıda var idi vərəq. Elə. Bunda elə, sonra digər vərəqdə də eləyərsən. Elə uğur, baxım necə eləyirsən. Çox qırıq-qırıq eləmə, birbaşa. Eləyə bilmirəm, bəhanədir. Mənə bəhanə lazım deyil. Mənə nə lazımdır, uğur? Çalışmağın, düzdür? Biz bu vərəqdə məşq eləyirik. Səhv olanda olacaq. İstədiyim şəkilləri çəkəm. Önəmli olan yeni dərsi yaxşı öyrənməyinizdir. Onu evdə də eləyə bilərsən, gələn dərsdə eləyə bilərik. Mənə lazımdır ki, siz keçidləri verməyi və ağacı çəkməyi bacarasınız. Al özün elə. Yaxşıdır, biraz daha buralara incə budaqlar ata bilərsən. Aha, oldu. Hani bax. Ama hansı ne? Güllərin də çəkilmə qaydası var. Mən sizə hələlik ən asan metodu öyrətmişəm. Növbəti dərslərimizdə fərqli güllərin formasının çəkilməsini də izah edəcəm. Bir də belə var. Var. Şeydir. Papatya var, lalə var. Aa, süpürgenin belə eləyirsiniz. Bu asan güldür. Mən abda qatmaq. Ay sağ ol. Ağacın axırda keçilərini də verməliyik. Ət rəngi və oxra ilə. Bir də biraz qara ilə verirsiniz. Mən deyil ağac bitdi. Otu elə. Yox, niyə sən otu verməmiş gül elədin? Hə? Axı buranın otu yoxdur. Ana otlarımız. İndi sən otu vermək istəyəndə qırmızı ilə yaşıl bir-birinə qarışıb, orada tünd bir rəng alınacaq. İlk öncə hər zaman arxa planda olanları eləyirsiniz, sonra ön plandakini eləyirsiniz. Ot arxa plandadır, otun üstündə gül çıxır. Mən bunları uzadım mı? Bunları biraz uzun eləməliydin. Daha sonra bu hissələrdə biz ot vermişdik, düzdür? Bizə uzaqda göründüyünə görə onları açıq rəngli eləməliydin, sarı ilə. Bax, Nərgiz eləyib. Gör necə eləyib Nərgiz. Evdə çəkdiyi, keçən dərs izah etdiyim mənzərə rəsmi və burada məşq elədiyimiz mənzərəsi. Evdə çəkdiyində nə səhvlik görürsən? Səmada səhvlik görürük, düzdür? Bax, səmanın rəngini o qədər tünd vermirsən ki, heç birində keçid yaranmayıb. Mən bu eləmişdim, çox açıq idi, ona görə biraz şey elədim. Amma burada bax, səmanı görünə qəşəng elədin. Hələ sənin səmanda bir balaca yenə də xətlər qaldı. Onu evdə çoxlu məşq elə bu qaydada. Bunu da məşq elə, ağacı da məşq elə, yaxşı? Mən ağacın yarpaqlarını sarı ilə bir də yaşıla qatacağıq. Otlarına baxım görüm. Ana bax. Otları buralarda çox boşluq elədin, əsnaf. Qəşəngdir. Bəli. Elə. Rəqs elətdir fırçanı. Sola, sağa, sol, sağ, sol, sağ. Hava necə küləklidir. Bəli, ağacın üstünü, gülləri. Ağaca, bəli, qata bilərsən. Sarı, tünd yaşıl. İzah elə bizə. Necə elədin oranı? Burada xət yaradanda necə olur? Ay sağ ol. Keçid yaratmaq üçün nə etmək lazımdır? Tünd rəngi vermək, yuxarı ilə aşağını su ilə açmaq lazımdır. Düzdür? Xət yaratmayın. Mədinə xət yaranır. Oranı itir. Məndə yaxşıdır. Məndə xət yaranmır. Yaxşıdır səndə. Mən bunu necə? Səndə də yaxşıdır, amma biraz solğundur. Yaxşıdır. Xət yaranıb biraz. Xət yaratmayın. Aşağını yumuşaq.
Qəşəng nədir? Buraya değil abi. Bir kadın böyle sen başlıyor. Çox quru eləmişsən. Elcan düzelt onu. Su vur. Keçidləri belə vermək olmaz. Yaxşı? Gör necə eləyib Arif. Arif qəşəng eləyib. Arif qəşəng eləyib. Səndə də yaxşıdır. Ana. Bəli. Olur. Hem ahri. Hamı keçsin ağaca. Aman çıkmıyor. Ağacı biraz tündləşdir. Ağaca keç. Ağaca keç. Aman çıkılmadı. Sən otlara keç. Ahır. Oya kuruyu bir. Afərin Arif nə qəşəngdir. Qaçışda da yaxşıdır. Aman da yaxşıdır. Ay sağ ol. Yuxarı qaldır. Keç ağaca. Ay, bence bilmem niye bakarsın. Öğrenecek. Bu tapşırığı evdə eləməmişdiniz, düzdür? Ben eləmişim. Gələn dərsə hamı eləyib gətirəcək. Eşitdiniz məni? Ona görə ki, burada məşq elədik ki, gələn dərsi bu şəkildə qəşəng çəkib gətirəcəksiniz. Annem ben çekmesem Arif çox qəşəng eləmisən. Annem Afərin. ben çekmesem olar. Bəli, çünki sən çəkmişdin. Afərin, səliqəli eləyirsən, diqqətlə. Baş ben bunu necəyə Ana, Arif. Zaten ben özümdeyim. Ben çekemem. Qırıq-qırıq yox. Arif, birbaşa çək. Yox. Necə göstərmişəm? Ota. Ana. Bax, belə-belə eləmə. Onda səliqəsiz olur. Şu, Ben bitirdim. Hemen akardı. belə. Fırçanın ucu ilə, yavaş-yavaş, səliqə ilə. Ben budakları bundan eləsem olar. Ağacın üstünə eləyəndə fırçamız nə edəcək? Ağacın üstündə rəqs eləyəcək. Bəli. Bəli. Allah'a bakalım. Baba. Heç nə olmaz. Ana, akılda ellerimizin rengi göstereydi. Mabuk bela. Bəli. Her tarafı oynadı. Kim nəyi bilmədi? Mədinə ağacı bilmədi, Elcan ağacı bilmədi, düzdür? Başqa kim? Yani indi biz evde bunu çekeceğiz. Bəli, evdə çəkib gətirəcəksiniz, amma böyük ölçüdə yox, yaxşı? A4 formatında çəkib gətirərsiniz. Ben o YouTube'da eğlenmiştim. Biraz Kim nəyi başa düşmədi? Evet çok. Otları, ağacı, arxa fonu. Başa düşdünüz? Ardıcıllığı. Yani. Afərin. Mədinə, sənlə biz ağacı məşq eləyərik. Yaxşı, sən otlara keç, aşağının otlarını elə. Ən çox Arifin işini bəyəndim. Çox səliqəli eləyir. Boşluq saxlamayın, üzərini doldurun. Quş tərsinə uçur. O nədir? Sən nə etməyə çalışdın orada? Bax, Arif qəşəng elədi. Agilin quşu yata-yata uçur. Arada bir də xorulduyur. Yatanda kim xorulduyur? Uğur yuxuda danışır. Sonik, şalolu döyür. Sonik. Mənə tərəf qaç, mənə tərəf. Ben ele eleyim ya. Hə? Ben çok da ben uçacağım. Agilin şəklində M hərfləri uçur, bəli. Dünyaya geç uçan mı harfleri? Şəklində V hərfi uçur. Şəkli də uçdu. Elcan, sən də gül görüm. Uğur, sən də şəklində bu hərf uçur. Bu şu da bu. Dəqiq. Bu ben bu.